Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Günün ən çox müzakirə olunan və diqqət çəkən xəbərləri ilə qarşınızdayıq. Biləsuvar rayonunda qanunsuz at kəsimi və satışının qarşısı alınıb. Aparılan reydlər zamanı ciddi pozuntular aşkarlanıb, məsul şəxslərlə bağlı tədbirlər görülür. Bu hadisə cəmiyyətdə böyük rezonans doğurub. Gömrük sahəsində isə önəmli yenilik gözlənilir. Yeni qaydaların tətbiqi həm idxal, həm də ixrac prosesinə təsir edəcək. Vətəndaşlar və sahibkarlar üçün hansı dəyişikliklər olacaq? Təfərrüatlar maraq doğurur. Sosial şəbəkələrdə yayılan daha bir iddia isə hər kəsi təəccübləndirib. Paytaxtın Qəbələyə köçürülməsi mümkündürmü? Rəsmi açıqlama varmı, yoxsa bu sadəcə şayədir? Digər tərəfdən Kanal 21 və Bakı Xəbər AZ-ın rəhbərlərinin həbs edildiyi xəbəri gündəmi silkələyib. Hadisənin arxasında nə dayanır? Ətraflı məlumat üçün bizi izləmədə qalın. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin AQDA, Şirvan Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon polis şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı 77 XB 918 dövlət qeydiyyat nişanlı Toyota Corolla avtomobilinə baxış keçiriblər. Oxu Az xəbər verir ki, bu barədə AQDA məlumat yayıb. Bildirilib ki, yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kiloqram sümüksüz at əti aşkarlanıb. Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Məlik Sabiroğlu Əzizova məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, bir müddət əvvəl də Masallı rayonunda M. Əzizova məxsus 227 kiloqram istehlaka yararsız at əti aşkarlanaraq götürülmüşdü. Milli Məclisin bugün keçirilən plenar iclasında Gömrük Məcəlləsində edilən köklü dəyişikliklər ölkənin xarici ticarət siyasətində və nəzarət mexanizmlərində yeni bir mərhələnin başladığını göstərir. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov tərəfindən təqdim edilən qanun layihəsinin ən diqqət çəkən məqamı Azərbaycanda ilk dəfə tətbiq olunacaq səyyar gömrük auditi sistemidir. Bu yeni qaydalara əsasən gömrük orqanları artıq idxalatçıların, ixracatçıların və mal sahiblərinin bilavasitə öz ərazilərində, ambarlarında və ya istifadələrində olan digər binalarda həm planlı, həm də plandan kənar yoxlamalar apara biləcəklər. Əsas yenilik ondan ibarətdir ki, bu audit mallar gömrük nəzarətindən çıxdıqdan sonraki 3 il ərzində də həyata keçirilə bilər ki, bu da dövlətin ticarət əməliyyatlarına sonradan nəzarət imkanlarını genişləndirir. Yoxlama müddəti standart olaraq 20 iş günü müəyyən edilsə də, zərurət yarandıqda bu müddət 30 iş gününə qədər uzadıla bilər. Sahibi olduğunuz müəssisədə planlı yoxlamanın aparılması üçün gömrük orqanları ən azı 15 iş günü əvvəl yazılı xəbərdarlıq göndərməli və yoxlama suallarının siyahısını təqdim etməlidir. Məsələ ilə bağlı nocoment. AZA danışan hüquqşünas Natiq Ələsgərovun sözlərinə görə, bu dəyişikliklər gömrük prosedurlarının şəffaflaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımdır. Səyyar gömrük auditinin tətbiqi əslində sahibkarların işini asanlaşdırmağa xidmət edir. Çünki əvvəllər mallar yalnız sərhəd keçid məntəqələrində və ya terminalda uzun-uzadı yoxlanılırdısa, indi malların sürətli buraxılışı təmin olunur və dövlət sonradan yoxlama post-clearance funksiyasını işə salır. Bu, limanlarda və terminallarda sıxlığın qarşısını alacaq, ticarət dövriyyəsini sürətləndirəcək. O qeyd edib ki, bu prosesdə şəffaflığın qorunması üçün ciddi qanuni mexanizmlər nəzərdə tutulub. Qanun layihəsində yoxlamanın müddəti və qaydası konkretləşdirilib. Xüsusilə auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması tələbi, əsassız müdaxilələrin və qeyri-rəsmi yoxlamaların qarşısını tamamilə alacaqdır. Sahibkar öz hüquqlarını bilməli və auditin yalnız qanunla müəyyən edilmiş suallar çərçivəsində aparılmasını tələb etməlidir. Dəyişikliklərin praktiki tərəflərinə toxunan hüquqşünas vurğulayıb ki, 3 illik müddət sahibkarların məsuliyyətini daha da artırır. Malların statusunu itirməsindən, yəni sərbəst dövriyyəyə buraxılmasından sonra 3 il ərzində hər an audit keçirilə biləcəyi üçün,
İdxal-ixrac əməliyyatları ilə məşğul olan şəxslər sənədləşmə işlərinə daha ciddi yanaşmalıdırlar. Bu müddət ərzində bəyannamələrin düzgünlüyü, rüsumların tam öndənilməsi və digər texniki detallar hər an yoxlanıla bilər. Hüquqşünas sonda onu da əlavə edib ki, planlı yoxlamaların ildə bir dəfədən çox olmaması və əvvəlcədən xəbərdarlıq edilməsi biznes mühitinin sabitliyini qorumağa yönəlib. Belə ki, sahibkar gözlənilməz yoxlamalarla deyil, qabaqcadan proqnozlaşdırılan bir nəzarət sistemi ilə qarşı-qarşıya olacaq. İlk oxunuşda qəbul edilən bu layihə Azərbaycanın logistika mərkəzi kimi cəlbediciliyini artırarkən, son vaxtlar Qəbələ şəhərində bir sıra rəsmi tədbirlərin keçirilməsi, paytaxtın köçürülməsi ilə bağlı müzakirələri gündəmə gəlib. Coğrafi mövqeyi və təbii şəraiti üstünlük kimi qeyd olunsa da, Bakı ilə müqayisədə mövcud imkanları və standartlara uyğunluğu suallar doğurur. Nocoment az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, paytaxtın köçürülməsi absurd fikirdir. Ekspertin sözlərinə görə, dövlətin bir çox tədbirlərinin Qəbələdə keçirilməsi üçün yaxşı şərait var. Çox müsbət haldır ki, xüsusilə tıxac şəraitində rəsmi tədbirlər orada keçirilir. Həm də ola bilsin ki, təhlükəsizlik məsələləri daha yaxşı həll oluna bilir, xüsusilə indiki gərgin vaxtda. Çünki Azərbaycanın ortasında yerləşir. Bakının paytaxt kimi formalaşması, infrastrukturun bu yerə gəlməsinə 100 milyardlarla pul xərclənib. Təkcə müstəqillik dövründə deyil, Sovet dövründə də, ondan da əvvəl XV-XC əsrlərin ortalarından Bakının paytaxt kimi formalaşdırılması istiqamətində işlər gedib, yatırımlar edilib. Böyük investisiyadan söhbət gedir. İndi götürüb bu qədər binaları başqa yerdə tikmək və ölkə üçün əlavə yük yaradar. Ölkənin resurslarının səmərəsiz xərclənməsinə gətirib çıxara bilər. Belə düzgün seçim olsaydı, onda hamı paytaxtı götürüb ərazilərdə gəzdirərdi. Bütün ərazilər inkişaf etmiş olardı. Ümumiyyətlə, paytaxtın dəyişdirilməsi ilə bağlı müzakirələrin heç bir arqumentini xüsusilə inkişaf məqsədi ilə əlaqələndirəndə qəbul və düzgün hesab etmirəm. Kanal 21 səhifəsinin rəhbəri Fərhad Quliyev və bakıxəbər.az saytının rəhbəri Zamiq Quliyev həbs ediliblər. Oxu Az Qafqazinfoya istinadən xəbər verir ki, adı çəkilən şəxslər polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim ediliblər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərlə yanaşı özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov və İlhami Nəsibov da polis tərəfindən saxlanılıblar. Məhkəmə onların barəsində də həbs qətimkan tədbiri seçib. Bildirilib ki, adları çəkilən şəxslər bir neçə vətəndaşa qarşı hədə-qorxu ilə tələb etmə cinayətində ittiham olunurlar. Toplanmış faktlarla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.